Dekabr ayı başlayan kimi ürəkləri bir həyəcan bürüyür. Yeni il həyəcanı. Kimi tətilini planlayır, kimi yaxınlarına nə alacağını müəyyənləşdirməyə çalışır. Hər kəs çalışır ki, qarşı tərəfin zövqünə uyğun, onu sevindirəcək bir hədiyyə tapsın. Bu səbəbdən insanlar saatlarla mağazalarda dolaşır, internetdə axtarışlar edirlər. Çünki hədiyyə yalnız bir əşya deyil, eyni zamanda diqqət, düşüncə və sevgi ifadəsidir. Bəs paytaxt sakinləri yeni il ərəfəsində yaxınlarına, əzizlərinə nə hədiyyə etməyi düşünürlər? Şokolad, kitab, şarf, papaq. Balaca bir kart almaq olar hədiyyənin üzərindəki, məsələn, həmin ildən xatirə qalması üçün. Yəni bu önəmli bir şeydir məncə. Bir də əlavə olaraq yeni ilə aid hər hansı bir suvenir almaq olar və ya həmin şəxsin xoşuna gələcəyi, məsələn, hər hansısa bir kino və yaxud da ki, bir animasiya varsa onun fiqurunu almaq olar. Yeni il hədiyyəsi, yəni ad günü hədiyyəsi kimi və ya yəni digər bayramlar kimi deyil. Yəni ona görə onun bir xüsusilliyi olmalıdır. Əzizlərimizə, tanışlarımıza təhsil pul hədiyyə etsək yaxşı olar. Ona görə ki, ürəkləri özlərinin nə istəyir, onu gedib alırlar da. Bacıma kitab alacağım, almışam daha doğrusu. Ev əşyaları, dekor, yəni ideyalar çoxdur əslində beynimdə. Artıq yavaş-yavaş planlaşdırıram kimə nə alacağım. Hamının zövqünə uyğun bir hədiyyə alacağım. Məişət avadanlığı çatışmayan bir şey. Televizor olsun, maqnitofon olsun, belə bir şey. Çalışmaq lazımdır ki, pulla satılan nəyəsə yox, xoş anlar yaşatmaq lazımdır. Ən gözəl hədiyyədir. Şəxsən mənim 2 övladım var. Əvvəlcədən yazıb veriblər ki, bu hədiyyələri almalısan. Yəni mən də onların istəklərinə uyğun hədiyyələr alıram. O da çox kimi uşaqlar üçün oyuncaqlar, nəsə bir oyunlar falan olur. Qadın kişidir, qadına belə hədiyyə eləmək istəyirsə, dux ola bilər, gül hədiyyə ola bilər. Nə bilim, dost yoldaşına hədiyyə eləmək istəyirsə, onu sevdiyi tutan olsun, bijuteriyəsi olsun, belə deyək də, gənc qızlar da bir-birinə hədiyyə eləmək üçün. Belə